Yaxşı, bismillah və salatu və selamu alə Rasulillah. Əmmə bə'd. Deməli, əziz və dəyərli qardaşlarım, ilk öncə Allah həmd sənalar olsun. Allah subhanət hala bizləri bu gözəl, mübarək bir dinə bizi hidayət edir. Və həqiqətən də insanın, müsəlman olması insan üçün əzəmətli bir nemətdir. Allah Taala'nın ona bəxş etdiyi böyük bir ətasıdır. Yəni, insan müsəlman olması, tövhidi bilməsi, İslam dininə hidayət olması, Allahın əmirlərini yerinə yetirib, onun qadağanlarından çəkinməsi həqiqətən bu əzəmətli bir nemətdir. Yəni, bu elə bir nemətdir ki, insan daima bunu xatırlamağa möhtacdır. İnsan daima bu neməti xatırlamalıdır ki, hətta bu nemətin şükrünü etsin. Və həmçinin bu neməti xatırlamaq insana bu neməti şükür etməklə yanaşı, həmçinin də ki, hidayətinin artmasına və bu nemətin, hidayət nemətinin onun üzərində davamlı olmasına səbəblərdəndir. Çünki insan neməti xatırlamazsa, onun dəyərli olduğunu bilməz. Və dəyərli olduğunu bilməzsə, onun şükrünü də etməz. Və şükür etməzsə, o nemət onun üzərində davamlı olmaz. O nemət onun üzərində davamlı olmaz. Ona görə bunlar hamısı bir-birinə bağlı olan məsələlərdir. Və İbn Teymiyyə rahimehullah buyurur ki, وَبِكُلِّ حَالٍ فَالْعَبْدُ مُفْتَقِرٌ إِلَى اللّٰهِ فِي أَنْ يَهْدِيَهُ وَيُلْهِمَهُ رُشْدَهُ. İbn Teymiyyə rahimehullah buyurur ki, qul hər bir halında Allah Taala'nın onu doğru yola hidayət etməsinə və ona doğrunu göstərməsinə, haqqı ona ilham etməsinə ehtiyacı var. Hər bir halında. Baxın, bu insan başına müsibət gəldiyi zaman, insan günahlarla qarşı-qarşıya gəldiyi zaman və insan ibadət vaxtında, hər bir halında insan buna möhtacdır ki, Allah Taala ona haqqı göstərsin və Allah Taala onu doğruya hidayət eləsin. Və sonra buyurur ki, İbn Teymiyyə rahimehullah, وَقَدْ يَكُونُ الرَّجُلُ مِنْ أَذْكِيَاءِ النَّاسِ وَأَحَدِّهِمْ نَظَرًا وَيَعْمِيهِ أَنْ أَظْهَرِ الْأَشْيَاءِ. Buyurur ki, bəzən ola bilər ki, elə bir kimsə olsun ki, insanların ən zəkalısı olsun və ağlı, düşüncəsi insanlar içərisində ən sürətli olan bir kimsə olsun. Yəni, iti düşüncələri var. Belə kimsələrə deyirlər ki, iti düşüncəsi var. Yəni, insan bir şey soruşulduğu zaman dərhal ona cavab verir. Yəni, düşüncəsi sürətlidir, itidir. Amma deyir ki, bəzən belə kimsələr deyir, insanlar içərisində zəkalı və düşüncəsi və ağlı möhkəm və güclü olan kimsələr bəzən deyir ki, aşkar olan şeylərdən kör olurlar. Aşkar olan şeylərdən kör olurlar. وَقَدْ يَكُونُ مِنْ أَبْلَدِ النَّاسِ وَأَضَعِفِهِمْ نَظَرًا وَيَهْدِيهِ. Və belə insanlar deyir ki, bəzən insanların deyir ki, ən cahillərindən sayılırlar. Çünki deyir ki, bu hidayəti görmür. Yəni, nə qədər zəkalı olsa da, nə qədər elmli olsa da, nə qədər ağlı yüksək dərəcədə olsa da, lakin hidayəti görə bilmir. Və haqqı ayırt edə bilmir. فَلَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ. Güc və qüvvət yalnız Allahdandır. Deməli, insan ağlına və düşüncəsinə görə ona hidayət verilmir. Hidayət Allah Taala'nın qula əta etməsidir, onu doğru yola gətirməsidir və bu Allahın quluna olan fəzilətidir, ehsanıdır. Və sonra buyurur ki, İbn Teymiyyə rahimehullah, فَمَنْ اتَّكَلَ عَلَى نَظَرِهِ وَاسْتِدْلَالِهِ أَوْ عَقْلِهِ وَمَعْرِفَتِهِ خُذِلَ. Deyir ki, kim
öz düşüncələrinə, öz fikirlərinə və yaxud da ki, ağlına, öz elminə deyir ki, arxain olarsa, Allah Taala deyir ki, onu elə ona da həvalə eləyər. Yəni nəyə arxain olmuşdu, nəyə söykənmişdisə, Allah Taala onu da onunla baş-başa buraxar. Buna görə də Peyğəmbər sallallahu əleyhi və səlləm səhih hədisdə ki, varid olan duasıdır. Peyğəmbər sallallahu əleyhi və səlləmin ən çox etdiyi dualardandır. Deyərdi ki, "Ya muqallibel qulub, səbbit qalbi alə dinik." Ey qəlbləri döndərən, qəlbimi dinində sabit et. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm and içdiyi zaman deyərdi ki, "Lə və muqallibil qulub." Deyərdi ki, yəni qəlbləri döndərən Allaha and olsun. Yəni bu cür Peyğəmbər sallallahu əleyhi və səlləm and içərdi. Deməli insanın hidayəti qoruması üçün, hidayət üzərində sabit qalması üçün və həmçinin hidayət nemətinə şükr etməsi üçün ən böyük səbəblərdən nədir? İnsanın dua etməsi. İnsanın dua etməsi və Allahdan onu doğru yol üzərində sabit saxlamasını və onu daima haqq üzərə, haqqa yönətməsini və haqq üzərə sabit etməsini istəməsidir. Allahdan istəyirəm ki, Allah Taala bizlərə daima haqqı görüb haqqa tabe olanlardan və batili görüb batili çəkinən qullarından etsin. Subhanəkə Allahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyk.